Bu gün hər kəsin büdcəsinə uyğun, ağızda əriyən, içərisi quru meyvələrlə zəngin, möhtəşəm bir kurabiyə hazırlayıram. Yoğurma qabına 200 qramlıq stəkan ölçüsülə 1 stəkan şəkər pudrası, ardından 1 çimdik duz, 1 çay qaşığı kabartma tozu əlavə edirəm. Qeyd edim ki, bir bağlama deyil, 1 çay qaşığı kabartma tozundan istifadə etdim. Bir bağlama vanil, ardından 1 xörək qaşığı qarğıdalı nişastası əlavə edirəm. Əgər qarğıdalı nişastası yoxdursa, kartof və ya buğda nişastasından da istifadə etmək olar. 250 qram otaq temperaturunda olan və ya mənim kimi əridilmiş çörək yağından istifadə edə bilərsiniz. 1 ədəd yumurtanı da əlavə etdikdən sonra eyni kütlə olana qədər qarışdırırıq. Ardından 50 ml duru yağ əlavə edirəm. Alınan kütlənin üzərinə 200 qramlıq stəkan ölçüsü ilə öncədən ələdiyim unun bir qismini əlavə edirəm və yeni də qarışdırıram. Kurabiyəni hazırlayarkən istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsinə qeyd etdim. Daha 3 stəkan un əlavə edib indi əlimlə xəmir yoğururam. Kurabiyənin xəmirində mən ümumilikdə tam 5 stəkan undan istifadə etdim. Sonuncu, yəni 5-ci stəkan unu da əlavə etdikdən sonra yoğururuq. Yaxşı olar ki, siz də unu birdən-birə deyil, mənim kimi az-az əlavə edərək xəmiri yoğurasınız. Xəmir nə çox sərt, nə də çox ələ yapışan bir xəmir deyil. Xəmir artıq hazırdır. Üzərinə paket salıb otaq temperaturunda 15-20 dəqiqə müddətində gözlədirik. İndi seçliyi hazırlayırıq. Qaba 1 stəkan üyüdülmüş qoz. Siz qozun yerinə badam, fındıq da istifadə edə bilərsiniz. Qara, sarı kişmiş, qaysı, xurmadan istifadə etdim. Qaysı və xurmanı xırda-xırda doğradım. Şişmişin də bəzilərini doğradım, yəni tamamını deyil, böyük olanlarını doğradım. Üzərinə 1 çay qaşığı darçın və 1 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırırıq. İçliyi bundan ibarətdir. Qeyd edim ki, əgər darçın sevmirsinizsə əlavə etməyə bilərsiniz. Çox-çox dadlı, ləzzətli, gözəl bir kurabiyədir. Hər birinizə şiddətlə tövsiyə edirəm. Kurabiyəyə forma vermək üçün limon sıxacağından istifadə edirəm. Xəmiri içərisindən daha rahat çıxarmaqdan ötəri içərisində streç filmdən istifadə edirik. Xəmir yetəri qədər otaq temperaturunda dincəldikdən sonra xəmirdən gözəyər əlimizə alırıq. Təxminən qozdan bir qədər böyük xəmir aldıqdan sonra ovucumuzda uzun sov forma verib limon sıxacağının içərisinə yerləşdiririk. Xəmirin tam mərkəzi hissəsindən baş barmağımızla gördüyünüz qaydada dəlik açaraq forma veririk. Videonu bura qədər izləmişsinizsə, sizlərdən xahişim videonu bəyənib və fikrinizi bizimlə bölüşməyinizdir. Xəmirə belə forma verdikdən sonra həmin hissəyə içlikdən əlavə edirik. Əgər siz quru meyvələr sevmirsinizsə, yəni kişmiş, qaysı sevmirsinizsə, sadəcə qoz və şəkər tozundan da istifadə edə bilərsiniz və ya şokoladdan da istifadə etmək olar. Daha bir qədər xəmir alırıq, əlimizdə açdıqdan sonra açıq qalan hissəyə yerləşdirib barmağımızla bastıraraq bağlayırıq və rahatlıqla qabdan çıxararaq hər birini eyni qaydada hazırlayırıq. Bişirəcəyim soba listinə yığıram. Əgər sizdə streç film yoxdursa, adi pingvin paketdən də istifadə edə bilərsiniz. Yəni paket vacibdir. Əks halda xəmir qabın içərisindən çıxmaya bilər. Məndə ümumilikdə 23 ədəd kurabiyə alındı. Kənarlarda qalan xəmirdə gördüyünüz kimi alt hissədə istifadə edirəm. Daha bir qədər xəmir əlavə etdikdən sonra hamarlayıram. Hər birini eyni qaydada hazırladıqdan sonra yaxşı olar ki, soyuducuda və ya sərin yerdə 20 dəqiqə müddətində gözlədək. Ardından öncədən isidilmiş sobada 180 dərəcə temperaturda bişiririk. Budur artıq dadlı, ləzzətli kurabiyələr hazırdır. Mən üzərinə şəkər pudrası əlavə etdim. Siz şokoladdan da istifadə edə bilərsiniz. Hədsiz ləzzətli, möhtəşəm, dadlı kurabiyələr alındı. İndi kəsib iç görüntüsünü sizlərlə bölüşmək istəyirəm. Çox kövrək, dadlı, ləzzətli, möhtəşəm oldu. Dəyərli izləyicilərim, bu günlük bu qədər. Kanala abunə olub, videonu bəyənib, dostlarınızla bölüşməyi unutmayın. Hələlik.